Xoş gördük qızlar. Deməli bu günlərim Napolyon xəmirindən Napolyon xəmiri etdim. Yəni bildiyiniz adi Napolyon xəmiridir. Və ərik cemi var idi. Bu gün açmışam. Düşündüm ki, ərik cemi ilə nəsə bir şirniyyat bişirim. Birdən ağlıma gəldi ki, Napolyon xəmiri ilə cemlə eləsəm nə cür alınır? Və yeni kəşfimi yaratdım. Və beləliklə də Napolyon xəmirinin içinə cem əlavə etdim. Çox gözəl alındı, inanmazsınız. Demək olar ki, Napolyonun peçenyası. Baxın, görün nə gözəl alınıb. Çox qəşəng. Düzdür, bəzilərində biraz nədir, cem axıb. Yəni onu elə tənzimləmək lazımdır ki, axmasın. Mən canlıda pişirdim. Və sonra gördüm cem çox axır. Keçdim şəkər bura içdiyinə, yəni qoz, fındıq və şəkər. Ondan sonra belə bükdüm. Bu da çox qəşəng alındı. İnanın ki, qozdu çox xoşuma gəldi. O qədər gözəl alındı ki, bax yeni çıxıb. Elə bilin ki, Türk paxlavasıdır, şərbətsiz, amma çox gözəldir. İndi bir dənə xırçıltıya baxın. Gözəlliyə baxın. Gördünüz? Mütləq eləyin. Demək olar ki, yağlı xəmir eləməyə ehtiyac yoxdur. Elə Napolyon eləyin. Yağlı xəmir almayın, çox gözəl alınır. Napolyondan çünki yağlı xəmiri 3 dəfə qatlayırsan, eləyirsən, ən asanı budur. Beləliklə Napolyon xəmirindən Napolyon peçenyası hazırladım. Çox qəşəng qozlu və cemli. Mütləq eləyin, sınayın. Bugün canlıda elədim, qızlar hamısı gördü. Bu da qalan xəmirdir, bax 2-3 dəfə belə yayıb qatladım. Bundan da indi gələcəkdə nəsə içlik olsa həll eləyib pişirmək fikrim var. Bax belə. Gəlin fikirlərinizi bildirin. Özünü tərif eləmək olmasın. Bu mənim yeni kəşfimdir. Yəni Napolyondan peçenya hazırladım. Belə. Qoy özüm tərifləyim. Siz tərif eləmirsiniz onsuz da. Amma yaxşı bir fikirdir. Çox gözəl alınır. Mütləq eləyin.